Salam, hörmətli televiziya tamaşaçıları. Novruz bayramı soraqlı, çərşənbə soraqlı bir verilişlə sizə qonaq gəlmişik. Qışımızın son sözü, yazımızın ilk sözü, fikrimizin Novruzu, arzumuzun Novruzu. Bu il sanki arzularımızın Novruzudur. Hər il Novruzda deyərdik ki, gün o gün olsun bu bayramı Şuşada keçirək, Ağdamda keçirək. Artıq bir neçə ildir ki, bütöv Azərbaycanda biz Novruz tonqalları yandırırıq. Bütöv Azərbaycanda Novruz şənlikləri keçiririk. Və hörmətli prezidentimiz də bu il suverenlik ili elan eləyib. Yəni o taylı bu taylı bütün Azərbaycan elləri, Türk dünyası Novruz bayramını qeyd edir. Bugün bizim Novruz soraqlı, bayram sevdalı bir qonağımız var. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, folklorşünas Qiymət xanım Məhərrəmli. Elə bu bayram günündə istədik ki, bu çərşənbə günündə Qiymət xanımla görüşək. Qiymət xanım həm Cənubi Azərbaycanın folkloru ilə, həm Şimali Azərbaycanın folkloru ilə, həm də ki, dünya Azərbaycanlılarının mədəniyyəti ilə, folkloru ilə çox geniş maraqlanır, həm də ən böyük təbliğatçısıdır. Hər bir millətin bayramları sanki onun özünə bənzəyir. Hər bir millətin ədəbiyyatı sanki onun özünə bənzəyir. Elə götürək Dədə Qorqud dastanları. Necə də bugünkü günümüzlə, bugünkü folklorumuzla, bugünkü mədəniyyətimizlə səsləşir. Bütün dünyanın folkloru dəyərlidir. Ancaq Azərbaycan folkloru sanki millətin əyninə biçilib. Sanki onun bütün xarakteri, ənənələri o bayramlarda yaşayır. Bax, belə əziz bayramlarımızdan biri də Novruz bayramıdır. Novruz bayramları çərşənbələri ilə gözəldir. Yəni, sanki bu bir 40 günlük mərasimdir və hər çərşənbənin də öz adətləri, öz ənənələri, hər bir çərşənbənin öz stol mədəniyyəti var. Yəni, hər çərşənbədə millətimizin bir tarixi yaşayır. Elə istərdim ki, Qiymət xanım, bu bayram axşamında, bu çərşənbə axşamında folklorumuzun ən qiymətli xəzinəsi olan Novruz adət-ənənələrindən, çərşənbələrimizdən söhbət açardıq. Elşən müəllim, mən ən əvvəl sizə xoş gəldin deyirəm. Siz ən gözəl günümüzdə bizim qonağımızsınız, həm də biz sizin qonağınızıq. Görüşlərimiz çox da ara vermədən müntəzəm olur, amma bu bizə o qədər böyük sevinç gətirir. Çünki həmişə xoş məramlı görüşlərimiz olur, gözəl görüşlərimiz olur. Və bu dəfəkinin isə ümumiyyətlə heç sözlə bəyana gəlməz bu çərşənbə günündə bizim görüşməyimiz. Çünki insan yaşa dolduqca o ilk uşaqlıq illərinə, o gənclik çağlarına dönə-dönə qayıdır. Bizim hər birimiz torpaqdan deyirlər, insan torpaqdan ya yaranır, ya nədən yaranır. Yəni, heç vaxt bu elmi mahiyyətini açıb deyə bilən olmayıb ki, insan nədən yaranır. Amma həqiqətən də mənim həmişə ağlımdan keçir ki, insan torpaqdan dünyaya gəlir, torpaqdan yaranıb. Niyə? İndi bax, bugün tutaq ki, torpaq çərşənbəsi eləmi? Görürsünüz, torpaq oyanır. Hər yanda yaşıllıqlar üzərir, təbiət yenidən cana gəlir, insan ilhama gəlir və bütün üzlərdə, bütün çöhrələrdə sevinç, saadət özünü biruzə verir. Yəni, bunu gizləmək də mümkün deyil, heç gizləməyə ehtiyac da yoxdur. Çünki insan bir-birinə o müsbət enerjini torpaqdan alıb bir-birinə ötürür. Çünki artıq günəş yeri yetərincə, bəsləyən qədər qızdırmağa qabildir. Və nə yaxşı bizim günəşimiz var. Nə yaxşı yeri bu qədər belə təmənnasız qızdırır, təmənnasız isidir və yerin altında olan bütün
xırda canlılardan tutmuş, toxumlardan tutmuş, səpinlərdən tutmuş, insanoğlunun əkdiyi, yerə səpdiyi, o hərarət dolu, ürəklə yerə səpdiyi o bütün cüzərtlər artıq boy verir, üzə çıxır. Bu da insanın cahanda özünü tapması üçün, pərvəriş tapması üçün, insanın yaşamağı üçün, insanın inkişafı üçün, zehni cəhətdən, əqli cəhətdən, həm mənəvi, həm maddi cəhətdən özünü ehtiva eləyə bilməsi üçün torpağı, günəşin bu qədər qızdırmağı və yerdən qalxan o cücərtilərin, o yaşıllıqların, o doğal təbiətin insana o təmənnasız bəxşişlərinin ərmağan edilməsi elə biləm ki, insanın ikinci dəfə təzədən dünyaya gəlməsinə imkan yaradır. İnsan elə bir təzədən doğulur. Fikir verirsinizsə, insanlarımız bu günlərdə elə bil ki, hamı bir-birinə çox mehriban olur. Çox məhəbbət yetirməyə çalışır. Bütün qapılar açılır. Bütün eyvanlardan çöllər xoş səslər gedir, xoş müjdələr paylanır. İnsanlar bu günlərdə bir-birini təbrik edir. İnsanlar belə günlərdə hamısı o umudçuları yerdə qoyurlar. Hamının qəlbində ancaq xoş arzular cücərir. Necə ki, torpaqdan o yaşıllıq cücərir, insanın qəlbində də xoş arzular cücərir, üzə çıxır. Nə yaxşı ki, bizim belə çərşənbələrimiz var, bahar bayramımız var. Mən buna Novruz deyərəm. Novruz, bilirsiniz, fars sözdür, təzə gün deməkdir, amma bahar deyilir. Bahar, görürsünüz, deyirlər bahar qızı. Nə qədər bahar adında adamlar var, düzdür, Novruz adında da adamlar var, mən heç də demərəm. Amma bizim öz doğma dilimizdə olan baharın heç tay bərabəri yoxdur da. Bahar bayramımız mübarək olsun, çərşənbəmiz mübarək olsun. Mən o vaxtları xatırlayıram. Torpaq çərşənbəsində yadınızdadır da, bütün evlərin, bizdə kənd evləri idi də, başlayırdılar, evlər ağardılardı, həyət baca tamamilə təmizlənərdi. Bilirsiniz, bütün yorğan döşək, insanlarımız, biz çox qonaqpərvərik də, Şəki mühitində. İndi mən regionlara bölməkdən qat-qat uzağam, bütün regionlarımız belədir. Kimin evinə getsən, qat-qat yorğan döşək, ta sandığın üstündən tavana kimi yorğan döşəklər qonaqlar üçün salınmış, üzlənmiş, məxmər, qanovuz yorğan döşəklər saxlanar ki, nə vaxt qonağımız gəlsə, onun üçün ən gözəli, yəni yataq dəstini ən gözəlini biz saxlayarıq. O yalnız qonaq gələndə işlənər. Yəni elə evdə elə bir otaq olar ki, o ancaq qonaq üçündür. Görürsüz, qonaq otağı deyirik, bax. Bax, bunların hamısı bizim o keçmiş adət-ənənələrimizdən bu günə kimi saxlanmış adət-ənənələrdir. Bizim xalqımız çox qədim xalqdır, çox böyük tarixi ənənələrə malik bir xalqdır və bugünkü ənənələrimizin bu cür yaşadılmasında biz dədə-babalarımıza, ata-analarımıza, yəni dünyasını dəyişmişlərə və hal-hazırda sağ olanlara çox minnətdarıq. O ənənələrin yaşanması xalqımızın yaşanması deməkdir. Qiymət xanım, ən çox bu bayramın özəlliyi ondadır ki, bax biz bir yerdə Dərbənd elində də olduq. Siz tez-tez Təbrizdə olursunuz. Mən də bu bayramda Təbrizdə bir neçə dəfə olmuşam. Sanki bütün Azərbaycanlıları, o taylı, bu taylı, Dərbənddə yaşayan, Gürcüstanda yaşayan, harda Azərbaycanlı varsa, həmin çərşənbə axşamları sanki hamısı eyni süfrəyə oturur kimidir. Hamısı bərabər bu çərşənbələri, bu bayram gecələrini qeyd edir. Bax, bu ənənələr sanki bizim pərən-pərən düşmüş, müxtəlif dövlətlərin tərkibində yaşayan Azərbaycanlıları birləşdirir. Elə uşaq ikəndən biz Novruz çərşənbələrini əsasən Təbriz radiosunda eşidirdik. Şəhriyarın şeirlərindən sevdik. Sonrakı dövrlərdə Şimali Azərbaycanda da keçirildi və Dəli Kirkünosunda biz o bayramın adət-ənələrini, İsmail Şıxlının, Allah ona rəhmət eləsin. Yəni, bu ədəbiyyatımızda biz sevdik. Radiolarda eşidib sevdik. Amma indi Allaha şükür ki, bütün dünya Azərbaycanlıları ən əziz bayram kimi Novruz bayramını qeyd edir, həm də bayaq qeyd elədiyimiz kimi çərşənbələri ilə. İstərdim elə ikinci sualım belə olsun ki, Qiymət xanım, siz axı Cənubi Azərbaycanla çox maraqlanan, Cənubi Azərbaycanla çox əlaqələr quran, dünyanın hər yerində yaşayan təbrizlərlə əlaqə quran,
Onlar bax bu evdə qonaq olurlar, vaxtaşırı qonaq da gəlirlər, həm Şəkiyə, həm Bakıya. İstərdim ki, Cənubla bağlı yaradıcılığınızdan söhbət açardınız. Elşən müəllim, bildiyiniz kimi mən bir neçə, yəni əvvəllər Əlyazmalar İnstitutunda işləmişəm, sonra Folklor İnstitutunda işləmişəm bir 10 il 2014-dən 2024-ə kimi. Hal-hazırda Nizami Gəncəvadına Ədəbiyyat İnstitutunda çalışıram, artıq 3-4 aydır. Amma dediyiniz kimi mən folklordan heç vaxt ayrılmadım. Bilirsiniz, insan necə yaranıbsa o cür gedir. Yəni elə bil ki, folklor mənim ürəyimin bir, nə deyim, ürəyim folklorla döyünür. Bu mənim, hətta şeirlərimdə bu cürdür. Elə bil ki, elə yansıyıb ki, mən o folklordan qopa bilmirəm. Hətta bəzən onu mənə ya irad kimi, ya belə təqdir eləyən kimi deyirlər ki, bütün yaradıcılıqda folklor üst qatda gedir məndə. Amma elmi yaradıcılığa gələndə, bəli, indi mən bugün Nizami Gəncəvadına Ədəbiyyat İnstitutundayım. Orada Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinə gəlmişəm. Oradayım. Yəni rəhbərliyin məsləhəti ilə mən oradayım. Amma əvvəlki iş yerim olan Folklor İnstitutunun Güney Azərbaycan Folkloru şöbəsində də biz əvvəlki biz söhbətlərimizdə bu barədə çox danışmışıq ki, bizim orada cild-cild kitablarımız 18 cilddə Güney Azərbaycan folklorunu biz toplayıb, nəşr eləyib tədqiqata təqdim eləmişik. Burada da bax həmin işlər ədəbiyyat yönündə gedir. Mən Ədəbiyyat İnstitutunda hal-hazırda işləyirəm və profilim üzrə orada işləyirəm. Doktorluq dissertasiyamın mövzusu Güney Azərbaycan folkloru lirik janrlarının poetikası adlanır ki, burada da deməli ki, mən Folklor İnstitutunda işlədiyim işlərin tədqiqatını artıq mən burada aparıram. Hazırda həmən şöbənin müdiri Rəhim müəllim, tanınmış professor Rəhim Əliyevdir və orada da mən şahidi oldum ki, çox böyük işlər görülür. Ta qədimdən bu günə qədər olan Güneyimizdə ki, şair və yazıçılarımızın bu günə qədər təqdim olunmuş əsərləri ilə bərabər elmə və tədqiqatçılara o qədər də məlum olmayan, üzə çıxarılmayan, yəni əlyazmalarda, cünkülərdə hansısa bir əlyazmalar fondun, yəni hansısa bir qaranlıq küncündə ilişib qalan əlyazmaları da burada üzə çıxardılar. Onları tədqiq edirlər, nəşr edirlər. Yəni böyük işlər görülür. Əslində bu bugünkü dünyamızda, yəni bütövlükdə bütöv Azərbaycanımızın, vahid Azərbaycanımızın yaranmasına, yəni bir növ təşviq eləyən işlərdir bu işlər, bu tədqiqatlar o qədər böyük mahiyyət kəsb eləyir ki, bugünkü günümüzdə o siz deyən kimi bizim indi görürsünüz, okeanın o tayından tutmuş, bütün dünya səfələnmiş Azərbaycanlılarımız var, soydaşlarımız var, Güneyli, Təbrizli, yəni Güney tək Təbrizindən yekunlaşdırmaq istəmirəm, yəni çox böyük bir ərazidir, çox böyük, bizim gör nə qədər bir 50 milyona yaxın, 40 neçə milyon soydaşımız cənubda yaşayır. Halbuki onlar artıq bütün dünya ayaq açıblar və orada o qədər böyük işlər görürlər ki, bizim dostlarımız var Amerikada, Kanadada, Belçikada, Danimarkada, Almaniyada, bütün ölkələrdə. Onların ancaq xoş soraqlarını biz alırıq və onların elə böyük işləri var ki, mən bizim oradakı soydaşlarımızın bir Günəş ansamblı var. Onlar bu yaxınlarda Azərbaycana qonaq gəlmək fikrindədirlər. Qonaq deyirlər əslində, onlar elə bizlərdən birilərdir də, hər biri özlüyündə bir vətəndir. Vətəndən vətənə gəlirlər. Onlar gözəl bir Günəş ansamblı yaradıblar. Siz təsəvvür edin ki, bu nə qədər çətin bir işdir ki, sən Kanadada yaşayasan, sən Belçikada yaşayasan, Danimarkada, Fransada, Almaniyada, başqa-başqa Təbrizdə, Azərbaycanda, Bakıda yaşayasan və sənin səsin bir nöqtədə birləşə, vahid, böyük, bütöv Azərbaycan. Yəni istəkləri ilə birləşə və sən Can Azərbaycan deyəsən. Bütün biz hər həftənin bazar günü bizim bir toplantımız olur. Zoom proqramının toplantımız və orada ancaq Azərbaycan muğamları, Azərbaycan xalq mahnıları,
bəstəkar mahnıları, biri-birindən gözəl lirik mahnılarımız. Onların hər biri bunların dilindən söylənir. Eyni zamanda ədəbi söhbətlər, folklor janrının, yəni tədqiqinə hesablanmış, yəni söhbətlər gedir. Onlar bu yaxınlarda dediyim kimi aprelin sonlarında Azərbaycana gəlmək fikrindədirlər və burada böyük bir toplantı keçirəcəklər. Yəni bir konsert proqramı düşünürlər. Eyni zamanda Şuşaya getməyi və ölkəmizin hər bir bucağına getməyi fikirləşirlər. Çünki necə ki biz həmişə Təbriz həsrəti ilə yaşamışıq, hal-hazırda onlar ancaq Şuşa həsrəti ilə, Şəki həsrəti ilə, Dərbənd həsrəti ilə, nə bilim, Qarabağın hər bir bucağına getmək istəyirlər, görmək istəyirlər. Çünki əslində deyirdi yəni ki, biz bir ananın, bir atanın övladlarıyıq. Bizim hər birimizin bədənində, damarında, qanında, qanı eyni qandır. Eyni qandan biz pərvəriş tapmışıq, biz dünyaya bu qədər yayılmışıq və hər yerdə Can Azərbaycan deyərək Azərbaycanımızın yəni başını uzatmaya çalışırıq. Qiymət xanım, bax, böyük əlaqələrdən danışdınız, Zoom proqramları, internetlə əlaqələr. Ara bir görüşlər olsa da, Şəkidə ya Bakıda, elə sizin bu evinizdə. Amma hərdən insan fikirləşir ki, bütün bu əlaqələr əvvəllər siz axı elimiz, günümüz adlı gözəl bir qəzetin, çox səhifəli qəzeti idi. Çox əhatə dairəsi var idi. Bütün elimizi, obamızı, Gürcüstanda yaşayan Azərbaycanlıların, Dərbənddə yaşayan Azərbaycanlılar haqqında, elə Cənub mövzusu da orada çox geniş yer tapmışdı. Bəlkə də kitab qədər, qəzetlər qədər daşıyıcı, gələcəyə daşıyan, bu günümüzü gələcəyə daşıyan, əsrləri nəsillərə çatdıran ikinci bir elə vasitə düşünə bilmir insan. Bütün bunlar gözəldir, yaxın əlaqələrdir, hamısı yaxşıdır. Amma darıxmırsınız ki, o qəzetlər üçün. Axı, o qəzet sizin sanki həyatınızın mənası idi. Mən də o qəzetləri çox sevirdim. O qəzetləri yığıb saxlayırdım hər nömrəsini. İndi də çoxsu qalır. Necədir vəziyyət bu barədə? O qəzet mənim çox önəmli bir, həyatımın önəmli bir hissəsini təşkil edən həqiqətən də bir mətbu orqan oldu. Orqan dedik, elə bir ki, az qala bədən orqanlarından birinə çevrilən bir qəzet oldu. Elimiz, günümüz həqiqətən də bütün Turana səs salan bir qəzet oldu. Bizim Türkiyədən, güneyimizdən, Borçalımızdan, Almaniyadan tutmuş, Rusiyada yaşayan həmvətənlərimizdən, yəni çox yerdən bizim həmvətənlərimizin, soydaşlarımızın o qəzetdə yazıları biz təmənnası olaraq məlum ki, həmişə çap eləmişdik. Bir arzu olaraq mən həmişə düşünürdüm ki, belə bir qəzetə bizim Azərbaycan mediasının ehtiyacı var. Həqiqətən də qəzet o dediyimiz trafaret yazılardan da, şablonlardan uzaq bir qəzet səviyyəsində çap olunurdu. İşimizin çoxluğundan, biraz maliyyə çətinliyindən, indi o hər dəfə demək istəmirəm, amma bir qəzeti yaşatmaq o qədər də çətin deyil əslində. Bir toplum üçün o qədər də çətin bir məsələ deyil ki, bir qəzeti yaşadasan. Amma o bütün yaradıcı insanlara açıq bir qapı idi, açıq bir, hərə özünü orada görə bilirdi, tapa bilirdi və əgər həqiqətən də istedadlı idisə insan mütləq şəkildə, təmənnasız şəkildə orada öz yaradıcılıq nümunələrini çap elətdirə bilirdi. Belə bir qəzet idi elimiz, günümüz və bizim, Allah rəhmət eləsin, bizim böyük jurnalistimiz, ustadımız Cəmil müəllim Əlibəyev, mən bunu bir dəfə də deyəsən demişəm, mən ad üçün ona müraciət eləyəndə mən siyahı aparmışdım ki, bu adlardan hansı olsun bizim qəzetimizin adı. Mən birinci yerdə yazmışdım elimiz, günümüz. Deyir ki, sən bil ki, bu qəzetin adı elə elimiz, günümüz olmalıdır. Sən ən düzgün adı birinci yazmısan. Get sənə uğur olsun. Yəni, o mənə bir gözəl bir uğurlu yol yazmışdı öz verdiyi kitabda. Və o deyir ki, mən sənə inanam. Bu ad qoymaz ki, yəni kənardan baxanda bilinəcək ki, bu elimiz, günümüzə xidmət edən, həqiqi elimiz, günümüz üçün yaradılmış bir qəzetdir.
Gözəl bir qəzet idi, çox yerində xatırladınız. Bir ana balası üçün necə darıxar? Bir övladı üçün necə həyəcan keçirər? Bax, mən hər dəfə adı gələndə, inanın, çox adam deyir ki, o qəzeti yerindən yəni başlamaq lazım, davam elətdirmək lazımdır. Şərqdə, Azərbaycanın həm şərqdə, həm də deyərdim ki, türk dünyasında önəmli bir yeri var. Belə bir yeri var ki, Azərbaycanın uzun illər türk millətləri, qırğızlar, qazaxlar, özbəklər, türkmənlər Türkiyə ilə və Cənubi Azərbaycandakı yaşayan türklərlə aralı düşüb. Bugün Azərbaycan tarixin Turana doğru gedən yolunda mən deyərdim ki, elə gözəl bir məqamındadır ki, çünki biz Türkiyənin Turana doğru gedən bütün fəaliyyətini Özbəkistana, Qırğızistana, Qazaxıstana çatdıran bir körpü əvəzindəyik. Həm dil yaxınlığından, həm tarixi keçmiş yaxınlığından. Yəni, bütün türk dünyası ilə Türkiyənin körpüsüdür Azərbaycan sanki. Bax, bu körpüdə bizim ədəbiyyatımız çox böyük rol oynayır. Bəlkə də ədəbiyyat qədər heç tarixçilər də, başqa sənət sahibləri də rol oynaya bilmir. Çünki bütün dönəmlərdə istər dövlətin, istər millətin ən ağır dövründə mətbuat, ədəbiyyat, mətbuat adamları, ədəbiyyat xadimləri bu milləti yaşadıb. Çünki Şəhriyarın Heydər babası qədər milləti birləşdirən hansı bir nümunə ola bilərdi, hansı bir tarixi hadisə ola bilərdi. Bəxtiyar Vahabzadənin unudulmaz şairimiz, Bəxtiyar Vahabzadənin elə Bəxtiyar Vahabzadə demişkən, bu il hörmətli prezidentimiz sərəncam da verib. Bütün türk dünyası Bəxtiyar Vahabzadənin 100 illik yubileyini keçirməyə hazırlaşır. Çox yerlərdə də keçirilir. Bu yaxınlarda Ankarada da böyük bir törən oldu. Azərbaycandan da nümayəndələr getmişdi, 100 illiklə bağlı. Yəni, ədəbiyyatçıların boynuna düşür həm də bu ağır yük. Onlar bu millətin folklorunun, ənənələrinin, tarixinin, keçmişinin daşıyıcıları rol oynayır. Bax, sizin son dövr yaradıcılığınızda bəlkə də sizin bu yaxın günlərdə, bilmirəm, çıxası kitablarınız haqqında, yaradıcılığınız haqqında bu səpkidə istərdim ki, o barədə söhbət açardıq. Yaradıcılıq elə bir prosesdir ki, hər birimiz bilirik ki, insan anadan doğulanda əgər şairsənsə, şair də olmalısan. Ya olsun hansısa bir sənət sahəsinə meyl, istək, əslində meyl istək deyil, o sonradan yarana bilmir. Yəni, anadan sən o ilhamla doğulmalısan. O, yəni, mayan o cür yoğurulmalıdır. Demək, hansı sahəyə istəyirik biz meyl eləyək, ya peşə olaraq, vəzifə olaraq çalışaq, amma o yaradıcı meyl əlbəttə ki, yaradıcılıq sahəsi içəridə də durur, həm də ki, mütləq şəkildə özünü büruzə verir. Şeirlərimiz, mən bilirsiniz, indi şairəm, şeirlərim hər zaman yaranır. Düzdür, son dövrlər elə ki, çap olunmaq mənim üçün arxa plana keçib. Yəni, o qədər də, bəlkə də indi lazım olanda, vaxtında yetərincə çap olunmuşuq, bəlkə də ona görə o qədər də maraq kəsb etmir. Amma məlumdur ki, sənin şairsənsə, kitablarının işıq üzü görməsi vaxtlı-vaxtında lazımdır ki, sən o itib batmasın da, ən azından öz arxivində, evin küncündə yatıb qalmasın şeirlərin. Bu yaxınlarda bir kitabımız Təbrizdə çapa hazırlanır. Yəqin ki, lap yaxın vaxtlarda işıq üzü görəcək. Əslində, bəlkə də onlar, yəni, ələ gələndən sonra deməkdir. Əvvəllər də bir dəfə çap olunmuşdu Tehranda bir kitabımız. Hardasan göy adamı, Əskəlib Bananı, amma Tehranda. Bir kitabımız da yenə çapa hazırlanır. Eyni zamanda burada Bakıda bir kitabımız işıq üzü görəcək. Məncə samballı bir kitab olmalıdır. Yetərincə tanınmış, sevilən bir şairimiz həmən kitabın redaktorudur və mən sizə deyim ki, bunu çəkinmədən deyirəm ki, mən ilk dəfədir
çox məsuliyyətli bir redaktorla işlədim deyək. Və bu onun öz təklifi ilə oldu və öz könül istəyi ilə oldu ki, dedi ki, sən çox, indi o sözünü deyirəm ki, çox gözəl şairsən, amma sənin yaxşı bir redaktora ehtiyacın var. Düzdür, bizim tartışmalarımız çox olur. Yəni biz yetərincə az qala ki, bir-birimizdən inciyirik, küsürük, yəni onun o müdaxilələrinə görə. Məsələn, mən belə düşünürdüm ki, az qala uşaq kimi belə düşünürəm ki, hərdən ki, şairin yazdığı ilə yazdığı kimi də qələmə alınmalıdır. Amma həqiqətən də onun o düzəlişlərindən, o müdaxilələrindən və təfkilərindən sonra görürəm ki, yox, həqiqətən hər bir şairin yaxşı bir redaktora ehtiyacı var. Çünki çevrilib mən əvvəlki şeir kitablarıma baxanda görürəm ki, orada məsələn fikirləşirəm ki, ay Allah, o şeiri niyə ora salmışam? Ya bu cümləni niyə belə demişəm? Bu beyti niyə belə işlətmişəm? Hansı ifadəni niyə belə işlətmişəm? İnsan getdikcə kamilləşirsən yəqin ki. O dərəcədə məsuliyyətin yanaşırsan ki, artıq kitab çıxartmağa qorxursan. Hə. İndi kitabımız çapa hazırlanır. Güman edirəm ki, özüm də hərdən deyirəm ki, redaktoruma deyirəm ki, çox xahiş edirəm ki, siz mənim yəni belə erkək önlüyümə baxmayın, belə deyim də, indi dırnaq arası erkək önlüyümə baxmayın ki, axı bütün şeirlər bizim öz balamız kimidir. Məsələn, fikirləşirsən ki, bu şeiri mən yazmışamsa, yaxşıdır, gözəldir, ya nədir? Hətta publika üçün böyük görürsən ki, auditoriyada yaxşı qəbul olunmuş şeirlər. Məsələn, görürsən ki, bu redaktorum ona deyir ki, bu ifadə heç vaxt yerində deyil. O mütləq şəkildə dəyişməlidir. Əgər dəyişməsə, belə. Və də deyirəm ki, bax, əvvəl razı olmuram, amma sonradan deyirəm ki, siz mənim bu erkönlüyümə baxmayın. Siz, qoy mən inciyim. Onu öz sözünüzü yerinə yetirin. Qoy kitab mükəmməl şəkildə çıxsın. Bilirsiniz, mən Böyük Bəxtiyar Vahabzadədən söhbət düşdüm. Bəxtiyar Vahabzadənin 12 cildlik kitabı çıxanda, Allah rəhmət eləsin, yeri yurdu cənnət olsun. Bəxtiyar Vahabzadə bizim baş tacımızdır. Həqiqətən millətimizin qürurudur, fəxridir. O vaxt Bəxtiyar müəllim sağ idi. Birinci kitabı redaksiyasından mən məşğul olmuşam. Yəni bunu Ramazan Qafarlı da bilir, Ramazan müəllim. Hər bir şairin yaxşı bir redaktora ehtiyacı var. Biz elə bilirik ki, bir şedevr yaratmışıq, yəni o cürdə olmalıdır. Yox, redaktor gözəl şeydir. Bəlkə də sizin bir folklorşünas olmağınız sizin şeirlərinizə də bir təravət gətirər. Daha doğrusu hiss olunur bu. Yəqin ki, baxın. Çünki folklordan qaynaqlanan nə varsa gözəl olur. Folklordan, baxın, siz təsəvvür edin, mənim bir yolcu şeirim var, onu bir dəfə də demişdim. Bu rəhmətli Teymur Əhmədov, Respublika Qəzetinin redaktoru. Bir də mən orada həm də ştatdan kənar müxbir idim. Bir gün çağırtdırdı mənə ki, qiymət, sabaha mənə Qarabağla bağlı bir yazı gətir. Mən də inanın ki, gəldim, məndə yəni publisistik yazılar da, yəni o jurnalistika sahəsindəki yazılarım da məndə elə bil ki, şeir kimi yazılır. Neynəsəm, dissertasiyam da o cür olmuşdu mənim. Çox fikirləşdim. Başqa vaxt yazmaq mənim üçün çətin deyil. Nə qədər fikirləşdim, sən demə bir şeirin doğulma anı yaranırmış. Mən axşam nə qədər fikirləşdim, heç cürə mümkün olmadı. Üzr istəyirəm. Yatdım səhərə yaxın, məndə çox vaxt 4-5 arası, yəni səhər o başdan. Yəni belə bir məqamda yazıram şeirlər. Birdən bir şeir hazır gəldi, Yolçu adında bir şeir. İndi siz folklor deyirsiniz, indi baxın ki, yəni nədən nə doğuldu? Bu yolu əlinə alıb, hara üz tutubsan yolçu, gedənlər geri qayıtmır. Yoxsa unudubsan yolçu, gör nəyi götürməmsən, nə yadından düşüb, qalıb biraz belənməmiş yerin, biraz başqa işin qalıb. Götür taxta beşiyi də, bir ovuzda torpaq götür, sahmanlı ev eşiyi də bir də hisli çıraq götür. Mənim huşum başımda yox. Sən də vecə almamsan, zəncirdə qalan köpəyi niyə yada salmamsan? Allahın yazıq heyvanı, hansı günahın yiyəsi? Kim küsürüb öz işindi? Sənsən zəncir çeyniyəsi, sənsən zəncir çeyniyəsi. Deməli ki, bu Qarabağla bağlı, qaçqınlarla bağlı yazı yazasıyam. Gəldi bu şeir doğuldu. Və rəhmətli Teymur müəllim həmən şeiri dedi ki, qız, bu şeiri mən bugün verirəm qəzetdə. Amma sabaha yenidən bir Qarabağla bağlı yenə bir yazı gətir. Hətta dedi ki, o mənə dedi ki, bu şeiri çox bəyəndi. Dedi ki, burada
folkloru, sən Qarabağ əhalisinin o torpağa bağlılığını, torpaqdan ayrılmağını, o didərginliyin ağrısını və torpağı unutmamaq təmənnasını sən o şeirdə necə gözəl vermisən. Sən deməmisən ki, nə yadından çıxıb qalıb deməmisən, sən nə yadından düşüb qalıb deyirsən. Nə qədər gözəl demisən. Yəni mən Teymurun sözüdür, rəhmətliyin, yeri yurdu cənnət olsun. Görürsüz, İstər-istəməz, əgər folklora bağlısansa, o sənin şeirlərə sirayət edir. Şeirlərin canı, rişəsi o folklordan qaynaqlanır. Yəni, mən bunu qaçqınlıqla bağlı, didərginliklə bağlı yazmışdım. Yəni, o mən düşünməmişdim. Bir Allah bilir ki, mən o təmənnada da deyildim ki, elə bir şeir yazım. Sonra gün altında köz sürünür bir şeirim var. Yəni, orada da hədsiz çoxdur belə misralar. Folklor. Neynəsən folklordan qaynaqlanır. Bütün ədəbiyyat folklora borcludur. Bəxtiyar Vahabzadə də folklora çox geniş yer verirdi. Hələ ilk gəncliyindən ta gənclik illərindəki yazdığı şeirləri görsən ki, hamısı folklordan qaynaqlanır. Elə 1940-cı ildə Kommunist qəzetində, o vaxtki Kommunist qəzetində Əbədiyyət Sarayı şeiri arxivdə bu yaxınlarda rastlaşdım. Gördüm ki, orada bayatı ilə başlayır. Əzizim harayından, el yatmaz harayından, gündə bir kərpiş düşər ömrümün sarayından. Bu bayatı sanki bütün şeir boyu şeirə yeni bir ruh verir. Yəni oxucu ilə danışır. Oxucuya sual verir ki, mən ömrümdən düşən o günləri qızıl kərpişlərdən saray tikirəm. Yəni hər günün qədrini bilməkdən. Bəs sən neynirsən? Günlərin, dəqiqələrin, saatların qədrini biləndə, Bəxtiyar müəllimin yaradıcılığı ilə maraqlananda, arxivi ilə tanış olanda görürük ki, 300 il ömrü olan insan 300 il yaşasın ki, bu qədər arxivi yarada bilər. Gecələrim gündüz olub, gündüzlərim gecə. Gecə də yatmazdı. Yəni bugün Azərbaycanın ədəbiyyatında, poeziyasında çox görkəmli gənclərimiz var. Yetişməkdədir. Ancaq bizə gələcəyin bəxtiyarları, şəhriyarları heç kim əvəz eləməsə də, yəni səviyyəli şairlərə, zəhmətkeş şairlərə ehtiyac var. Yəni bizim bu verilişdə çox vaxt regionlarımızda daxil oluruq. Qaxda, Zaqatalada, Qəbələdə, Oğuzda bir çox regionlardan ədəbi mühitin nümayəndələrini verilişimizə dəvət edirik, özümüz də qonaqçı edirik. Görürük ki, zəhmət çəkmək azdır indi. Yəni, hiss olunur ki, mütaliəsi yoxdur. Yəni, Bəxtiyar müəllimin 6000-dən çox kitabı məndədir. Özü sağlığında hədiyyə eləyib. Bütün dünya ədəbiyyatını oxuyublar, şərq ədəbiyyatını oxuyublar, türk ədəbiyyatını oxuyublar, klassiklərimizi oxuyublar. Həm də dərk eləyiblər, oxuyub. Və yəqin ki, o ədəbiyyatı oxumayan görkəmli şair ola bilmir. Mən elə başa düşürəm. Çünki hiss olunur ki, azdır mütaliəsi. Bax, istərdim ki, bu şeirlərimizin gücü, qüvvəti olan folklorumuzu, dastanlarımızı, xalq yaradıcılığını oxusunlar ki, yaratdıqları da xalqdan alıb, xalqa verə bilsinlər. Bu mənada mən istədim deyəm ki, Qiymət xanım, sizin folklorla məşğul olmağınız, yaradıcılığınızda da hiss olunur. Və bu çox dəyərli bir şeydir. Bu qiymətli bir şeydir. Həm də mütləq istədim ki, bunu qeyd edəm. Doğru, çox sağ olun. Düz, doğru buyurursunuz, Yaşar müəllim. Elə bir məqama toxundunuz ki, bu son zamanlar deyəndə bir neçə ildir, zərərli bir tendensiyanın şahidi oluruq da, fikir vermişsinizsə, bu internet şəbəkəsi bir tərəfdən yaradıcı insanlara nə qədər fayda gətirirsə, bir tərəfdən də yaradıcılığa zərbə də vurur. Demək, bizim dahi şairlərimiz var. Dahi deməsək də, orta səviyyədən hər halda yüksəkdə olan şairlərimiz var da ki,
millət onları qəbul edib. Ədəbi camiədə yetərincə həm təbliğ olunublar, həm də seviliblər. Bizdə gənclik biraz zərərli yollardan çəkilsə daha yaxşı olar. Elə bir özlərinə istiqamət götürüblər ki, siz deyən kimi, ya ola bilsin mütaliələri o qədər geniş deyil, ya ola bilsin ki, məntiqləri o qədər güclü deyil, ya da ola bilsin ki, hazırda ki, o dediyimiz kimi internet şəbəkəsi elədir ki, informasiyanı istənilən kimi ötürmək olur. Oradan kütlə, ətrafı kütlə toplayırsan, yəni öz fikirlərini də. Kiminsə kimdənsə xoşu gəlmir, kimsə tanınmaq istəyir, kiminsə adına. Bax, bu yöndə çox zərərli vərdişlər deyim, yollar deyim, tutublar və millətimizin milli mənəvi dəyərlərimiz var, deyilmi? Milli kimliyimiz deyim, o insanların yaradıcılığı ilə ölçülür də. Biz Nizamidir, Füzulidir, ya olsun, məsələn, Vaqifdir, Nəsimidir, Bəxtiyardır, Sabirdir, Cəlil Məmmədquluzadədir. Məsələn, Səməd Vurğundur, son dövrlər çox üstünə belə gedirlər. Heç kim bilmir ki, hansı ictimai-siyasi formasiyanın tərkibində yaşayaraq hansı yolu seçir kimsə. Və biz o dövrdə, o mühitdə yaşamadığımızda biz bilmirik ki, onlar hansı bir ilgəkdən deyək də, doğanaqdan deyək, ölçənin nə qədər uzun olsa gəlir doğanaqdan keçir. Nə qədər eləsən də gəlib hansısa bir halqadan keçən yeri var. Yəni biz hərdən belə elə bil ki, onların arzusunu görürsən ki, niyə ölməyiblər, niyə bəs bunlar sağ qalıblar. Yaxşı, məsələn deyirəm, tutaq ki, Hüseyn Cavidi bir cür öldürsünlər, məhv eləsinlər, Almas Yıldırımı bir cür məhv eləsinlər, Mikail Müşfiqi bir cür, Əhməd Cavadı bir cür, kimləri bir cür, Salman Mümtazı nə cür, yəni o qədər böyük dahi bizim tədqiqatçımızı, yəni böyük insanımızı, yəni milli mənəvi dəyərlərimizi, o milli kimliklərimizi yaradan şərəfli insanlar, şərəf tariximizi yazan insanları məhv eləməklə, yəni yaxşı, bunların hamısını əlimizdən aldılar. Bir Üzeyir bəyin təsadüfən sağ qalmasından gör Azərbaycan musiqisi nə qədər qazandı, elə deyilmi? İndi siz təsəvvür edin, yaxşı, biz Səmədi də itirərdik, Bəxtiyarı da itirərdik, ondan sonra başqalarını da itirərdik. Yaxşı, onda bizim nəyimiz qalardı? Yəni bundan bu qədər zövq almaq, bundan şövqlə yəni danışmaq, biz çalışmalıyıq ki, bizim heç olmasa həmin şairlərimizdən, yazıçılarımızdan, tədqiqatçılarımızdan, olsun həkimimiz, olsun memarımız, olsun hansısa bir sahədə çalışanda gözəl üzdə olan, yəni hansısa sahənin sənətkarı olsun, peşəkarı olsun, nə? Onları biz biraz da qaldırmaqdan, biraz da ondan şövq almaqdan, sevinməkdən, qürur duymaqdan, İçimizdə olan bu xəbislik hardan gəlir bilmirəm. Yəni, bunlar yol verilməzdi əslində. Niyə? Şəhriyarın Heydər babası təzədən kimsə bir yaza bilirsə, məsələn, yazmaq istəyirsə, ya olsun Bəxtiyarın Gülüstanı, niyə indi ona çox sadədən sadə şey kimi baxırıq? Bəxtiyar hansı bir dövrdə yazmışdı onu? Siz onu yaxşı bilirsiniz də, siz bilirsiniz, siz Bəxtiyar ocağının ən böyük mühafizisiz, siz onun böyük qoruyucusunuz, onun vurğunusuz, siz onun azarkeşisiz. Mən sizin kimi fədakar insanlara bir sağ ol demək istəyirəm ki, hər bir kəsin içindən sizə bir gözəl bir sağ ol yox, bağır basmaq, sizə məsələn o yolda fədakarlığınıza bir dəyərləndirmək gücünü özündə tapmağa arzulayıram ki, Bəxtiyar ocağı kimi ocaq, bu cür təbliğat, bu cür sevgi ilə. Biz o Bəxtiyarın ev muzeyinə, Bəxtiyar Vahabzadənin ev muzeyinə qapısından girəndə sizin o güləş çöhrəviz oradan baxır, qəbul edir bizi. O müsbət enerji ötürülür və mütləq şəkildə biz elə bil ki, sizə doğru uçuruq. Niyə uçuruq? Çünki oradan ancaq biz həmişə Bəxtiyarın gözəl səsində o səslənən şeirlərini eşidirik. Bəxtiyarın sözlərinə yəni bəstələnmiş o gözəl mahnıları dinləyirik. Oradan eşidilir, kənara yansıyır. Siz artıq o hansısa internet resurslarından ötürülmür. Siz canlı şəkildə onu ötürürsünüz. Sizin təbliğatınız o qədər çox deyil. Sadəcə o, siz onu gündəlik yaşadırsınız. Elə bilirəm ki, bu hər gün siz bir teatrallaşmış bir həyat yaşayırsınız orada. Siz Bəxtiyarı dünya, mən dəfələrlə görmüşəm, başqa ölkələrlə
Çindən gələni gördüm. Amerikada yaşayan Çinli qızı gördüm ki, o necə sizin yanınıza, hətta nəysə bir əlində, deyəsən, səhv eləmirəmsə, şəki halvası almışdı, şəki pəhlavası. Onu da ora hədiyyə gətirdi, elə orada qoydu stolun üstünə. Görün nə qədər heyran oldu buradakı qonaqpərvərliyə, insanpərvərliyə. Siz təkcə şəkini yox, bu Turan, böyük Turanın elçisi kimi deyim, bir nətər deyim, fədakarı kimi orada bizi dünyadakı dünya Azərbaycanlılarının bir yerə yığışmağı, daha da mehribanlaşmağı, bir olmağı yolunda səsləyən, ona özünüz ən öndə gedənlərdən birisiniz. Mən bilirəm, sizin maddi imkanlarınız o qədər çoxdur ki, siz bugün istəyirsiniz Təbrizdə olasınız, sabah istəyirsiniz Dərbətdə olasınız, bir gün istəyirsiniz Borçalıda olasınız, istəyirsiniz o birisi günlər o adını çəkdiyimiz başqa ölkələr, okeanın o tayında olan Təbrizlilərimizin qonağı olasınız. Amma ola bilirsinizmi? Bəs niyə olmamalısınız? Sizə o imkanlar əslində yaradılmalı ki, siz istədiyiniz yerə gedəsiniz, Bəxtiyarı olduğu kimi, Şəhriyarı olduğu kimi, Nəsimini, nə bilim Nizamini, Füzulini, bütün o dediyimiz dahilərimizi olduğu kimi təmənnasızcasına təbliğ eləməyə sizin imkanlarınız olsun. Mən bunu sizə arzulayıram. Çox sağ olun, Qiymət xanım. Bəxtiyar Vahabzadədən söz düşmüşkən, təkrarda da bir fayda var. Rəcəb Tayyib Ərdoğan hər dəfə Bəxtiyar müəllimin şeirini deyəndə deyirdi, təkrarda da bir fayda var. Bu il mən Bəxtiyar müəllimin bir neçə sətirləri var ki, çox tədbirlərdə deyirəm. Hərdən düşünürəm özümə, neçə il yaşamaq istəyirəm mən. 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il. Sonu olan ömrü istəmirəm mən. Çıxaydım zamanın çərçivəsindən. Bəli, zamanın çərçivəsindən çıxan Azərbaycanın ədəbiyyatı var, şairləri var. O taylı bu taylı vətənimin zamandan kənara çıxan çoxlu görkəmli şəxsiyyətləri var. Onların hər birinin qəbri Şəhriyarın anıt qəbrində, şairlər qəbristanlığında ziyarət eləyirik. Yəni, gələcəyə çatan ən böyük sərvətimiz ədəbiyyatımızdır ki, başqa sərvətlər tükənsə də ədəbiyyatımız tükənmir. Bizim ədəbiyyatımız bizim millətin özünə bənzəyir. Sanki bətnindən əmələ gələn evladları bənzəyən kimi. Biz xoşbəxt bir millətik, xoşbəxt bir dövlətik ki, bizim ədəbiyyatımız var və ən çətin anlarda da o ədəbiyyat zamandan zamana, nəsildən nəsilə çatıb və bu gün də, bu bayram gecəsində, çərşənbə gecəsində çox sağ olun bu gözəl görüş üçün. Mən əminəm ki, sizin də yazdıqlarınız, yaratdıqlarınız hələ gələcək nəsillərdə ədəbiyyatımız üçün, millətimiz üçün, dövlətimiz üçün çox vacib, qiymətli bir xəzinə olacaq. Hörmətli tamaşaçılarımız, bugünkü qonağımız bayaq qeyd elədiyim kimi o taylı bu taylı vətənimin folklorunu, ədəbiyyatını sevən, sevdirən və gələcək nəslə ərmağan etmək arzusu ilə yaşayan Şəkimizin, Azərbaycanımızın gözəl bir ziyalısı Qiymət xanım Məhərrəmli idi. Növbəti görüşlərdə, növbəti məkanlarda, növbəti qonaqlarımızla görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.